Xoş gördük. Hər vaxtınız xeyir olsun. Bu günlər Masallıran Qəriblər kəndində tarixi abidə qorunub saxlanılır. Təbii ki, burada rayon icra hakimiyyətinin və bələdiyyənin ərazi nümayəndəsinin xüsusi diqqət qayğısı var. Eyni zamanda kənd sakinlərinin də. İlk növbədə ağsaqqal istərdim ki, sizlə tanış olum. Sizin təəssüratlarınızı bölüşək. Buyurun. Xanışov Özübəy Balabayoğlu. Qəriblər kənd sakini. Bizim də bu abidənin tikilməsində ən çox mənim bu dayım oğlu Vahid Mirziyevin əsas çox əməyi var. 85-ci düşmüşük o vaxtı. Bizim də orada hamısı bizim qohum-əqrəbadır. Əmilərimiz, babalarımız, dayılarımız yatır orada. Biz onu tikdik o vaxtı. Allah onlara rəhmət eləsin. Öz vətən borclarını verib gəliblər. Oradayız. Bilmirik harda ölüblər. Çoxunu bilmirik harda ölüblər. Allah rəhmət eləsin. Siz də sağ olun. İşlandırırsınız. Allah rəhmət etsin. Vahid müəllim, xoş oldu sizlə burada bizim görüşümüz. Bu tarixi abidə bizim diqqətimizi çəkdi. İstərdik ki, sizin də təəssüratlarınızı hiss edək, bizimlə bölüşəsiniz. Buyurun. Əslində baxanda düz olub sizin diqqətinizi çəkib. Çox sağ olun ki, yolda keçmədiniz, maşını saxlayıb özünüz yanaşdınız. Biz sabah inşallah Alman faşizm üzərində qələbənin il dönümü qeyd olunur. Sabah biz kənd cəmaatı, ağsaqqallar yığışacaq bura rayon ziyalıları ilə əlaqədar. Ümumiyyətlə bu abidə 1985-ci ildə qələbənin 40 illiyi münasibəti ilə tikildi. O vaxt mən Komsomol təşkilat katibi işləyirdim. Mənim təşəbbüsümlə gənclər qoşuldu mənim təşəbbüsümə. Allah rəhmət eləsin, başda Usta Səraslan Paşayev olmaqla kəndin bütün cəmaatı indi qoşuldu bizə. Zəhmət çəkdik hamısı. Hamısının adını çəkə bilmirəm. Təbii ki, onların sağ olanı da var, rəhmətə gedəni də var. Allah qalanlara, can sağlığı ölənlərə rəhmət eləsin. Təbii ki, biz bunu bu illəri mən belə başa düşürəm. Uzun illərdir baxımsız qalmışdı. Mən belə başa düşürəm, baxmayaraq biz burada işləmişik, zəhmət çəkmişik. Bu zəhmətkeşlərə alqışlar olsun. Bizim səsimizə səs verdilər bunu təmir eləməkdə. Rayon rəhbərinin də böyük diqqəti oldu. Çünki bu işə rayon rəhbərinin diqqəti olmasaydı bizdə həvəs olmazdı. Çox sağ olsun rayon rəhbəri, onun yerli nümayəndəsi, bələdiyyənin sədri, üzvləri bizə dəstək oldular, biz bu işi başa çatdırdıq. Siz də çox sağ olun ki, gəlib burada bizim işimizə bir Allah qüvvət olsun deməklə bizə elə bil ki, stimul verdiniz, bizə qol-qanad verdiniz. Çox sağ olun ki, yəni siz düz deyirsiniz, elə yerlər var, abidənin torpaqları satılıb, elə yerlər var, baxımsız vəziyyətdədir. Biz o insanları da belə xeyirxah işə dəvət edirik. Yaddan çıxmasınlar, nəsillər dəyişdikcə, bəli, mən əgər bunu tikəndə mənim 25 yaşım varsa, indi mənim artıq 64 yaşım var. Kim bilir neçə il yaşayacaq. Bundan sonra da qoy 25 ildən sonra gələn nəsil də görsün ki, belə bir abidə olub. Bunların babalarının ataları vuruşub, döyüşüb. İndi simvolik torsu onların məzarları var burada. Vallahi 2 nəsil keçib, indi eləsinin adını biz tanımırıq. Çox güman ki, bir nəsildə keçəndən sonra heç adlar yaddan çıxa bilər. Amma biz burada indi onların adların tarixə həkk elədik. Siz də yəni çəkirsiniz, siz də işıqlandıracaqsınız. Bizim bu işimizə rövnəq verdiniz bir sözlə. Allah sizin də canınızı salamat eləsin. Dövlətimizə, dövlətçiliyimizə Allah qüvvət versin. Bizim kənd elə bir kəndçiyə həmişə dövlətə, dövlətçiliyə meyilli insanlar olublar. Dövlətin qayda qanunlarına həmişə riayət ediblər. Dövlətin başçısına hörmətlə yanaşıblar. Rayon rəhbərinə, böyüklüyündən, cavanından, ağsaqqalından asılı olmayaraq. O əgər rəhbərdirsə, deməli, necə deyərlər, məsləhət bilinib onu rəhbər təyin olunub. Qoy hamısına Allah xeyir versin. Allah hamısının başını uca eləsin. Dövlətimizə, bu Qarabağda olan qalibiyyətimizə Allah, necə deyərlər, daimi eləsin. Bayrağımız həmişə uca olur. Eyvallah Qafarov. Təbii ki, bu abidə bizim üçün tarixi abidədir. Bunu ona görə qururlar ki, bu gələcək nəslimiz onlara baxıb örnək götürsünlər. Bir də bu abidənin iştirakında təbii ki, Vahid Mirziyevin böyük əməyi var. Çünki əsas təşkilatçıdır. Təşkilatçı olmasa o işə yerinə yetirmə olmaz. Təbii ki, bu abidənin iştirak qurulmasında icra nümayəndəsinin də böyük əməyi var. Çox sağ olsunlar ki, bu abidəni qurub yetişdirirlər. Gələcək nəslimizə örnək verir onlara. Çox sağ olun. Allah cəmi ölənlərə rəhmət eləsin.
müharibədə iştirak edən biz Allah rəhmət. Füzuli müəllim, təqdim etdilər. Rusiyadan iş adamısınız. Deyilənə görə ən azından kəndin müəyyən işlərində sizin də zəhmətiniz olur. İstərdik ki, təəssüratlarınızı bölüşəsiniz bizimlə. Təəssüratlar deyəndə abidədir bizim babalarımızın xatirəsinə qurulan bir abidədir. Allah hamısını rəhmət eləsin, bizimkilər də həmçinin Qarabağda şəhid olan qardaşlarımız Allah rəhmət eləsin. Onların qabağında mən baş əyirəm. Bizim bütün Rusiya ölkəsində də, Avropada da, xarici ölkələrdə də başımız ucu oldu. Çox sağ olun. Allah onların qanı qəni rəhmət eləsin. Ali Başkomandana da Allah can sağlığı versin. Çox sağ olun. Təşəkkür edirəm. Dəyərli izləyicilər, indi biz burada müqayisə edək. Öncə təqdim etdiyim abidə Masallı rayon Qəriblər kəndində yerləşirdi. Bu isə Cəlilabad rayon Göytəpə şəhərində yerləşir. 1941-1945-ci ildə Vətən müharibəsində həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidədir. Artıq gördüyünüz kimi abidəni bilərəkdən məhv edirlər. Səbəb isə gördüyünüz hasara alınmış ərazi satılıb. Bu ərazi abidənin ərazisi olub. Vaxtilə bura yüzlərlə insanlar 9 may keçirilən tədbirdə bura ziyarətə gələrdilər. İndi hal-hazırda həmin ərazi bundan öncə, bir neçə il bundan öncə dolayısı yollarla, hansısa sənədlərin əsasında, tam deyə bilmərəm bu sənədlər saxtadır, saxta deyil, artıq bununla bağlı prokurorluq araşdırmalıdır. Dolayısı yollarla bu torpaq kimlərəsə satılıb, hələlik onun adını çəkmirik, lazım olsa müvafiq qurumların araşdırılması üçün şəxsi adı da veriləcək. Burada eyni zamanda ekologiya məhv olunur. Həmin ağaclar ki vardı, ağacların əksəriyyəti kəsilib və indi hal-hazırda ağaclara mismarlar vurulur ki, yansın ağaclar və kəsib burada bir obyekt tikə bilsinlər. Dəhşətlisi budur ki, necə olur? Masallı rayon Qəriblər kəndində uzun illərdən bəri 1941-1945-ci ilin Vətən müharibəsində həlak olmuş insanların xatirəsinə ucaldılmış abidə qorunur. Necə ki, təqdim etdim, Masallı rayon Qəriblər kəndə bu günləri həmin abidə bərpa olunur ki, 9 mayda abidənin qarşısında toplantı olacaq. Bəs nə üçün Cəlilabad rayon Göytəpə şəhərində 20 minə yaxın əhalisi olan 3 strateji hərbi hissənin yerləşdiyi bir ərazi, 50-dən artıq şəhid verən bu Göytəpə şəhəri, yüzlərlə qazisi olan Göytəpə şəhərində bu tarixi abidə dağıdılır, baxımsız vəziyyətə düşür və onun ərazisi dolayısı sənədlərlə satılır. Bu həqiqətən də birbaşa Azərbaycan Respublikasının prezidenti, cənab prezidentimizin ölkəmizdə apardığı siyasətə qarşı bir mənalı şəkildə çıxmaqdır. Bu günləri Vətən müharibəsində həlak olmuş şəxslərin xatirəsinə ucaldılan abidənin yeri satılırsa, artıq məndə şübhə var ki, bir neçə ildən sonra Azərbaycan ərazi bütövlüyü uğrunda canını fəda vermiş, şəhid olmuş oğlanlarımızın xatirəsinə, qəhrəmanlarımızın xatirəsinə ucaldılan abidənin də taleyi bax gördüyünüz bu mənzərə kimi bu vəziyyətə düşəcək və onların yerdə satılacaq. Mən buradan rayon icra hakimiyyəti Rafiq Cəlilova, Cəlilabad rayon prokurorluğuna və Əmlak Məsələ Dövlət Komitəsinə və İqtisadiyyat Nazirinə buradan səslənirəm. Bu məsələ təcili nəzarətə götürülməlidir. Bu xoşa gəlməz haldır. Necə olur ki, qonşu rayonlarında 1941-1945-ci ilin xatirəsinə ucaldılmış abidə qorunur, saxlanılır və gələcək nəsillərə keçir. Bəs Cəlilabad rayon Göytəpə şəhərində bu abidə niyə dağıdılır? Hansı məqsədlərə? Və onun ətrafı niyə satılır? Bunu satan ac gözlər, vicdan hissi yoxdurmu? Mən belə başa düşürəm ki, həmin bu kimi işlərdə əli olan insanlar şübhəm yoxdur ki, bir neçə ildən sonra bizim şəhidlərimiz üçün inşa edilən, bizim ziyarətgahımız olan şəhidlərin adına uzadılan bareleflərin yeri satılacaq. Şəhidlər xiyabanı satıla bilər. Bu məndə böyük şübhə yaradır. Hesab edirəm ki, bu çox biabırçı tənqiddir. Elə hesab edirəm ki, hər kəs burada özünə düşən payı götürməli və bu kimi nöqsan aradan qaldırılmalı. Göytəpə şəhər ərazisindəki
Vətən müharibəsində 1941-45-ci il dünyasını dəyişmiş şəxslərin xatirəsinə ucaldılmış bu abidə yenidən bərpa olunmalıdır. Bu gördüyünüz hasarlar açılmalıdır və əhali yenidən buranı gəlib ziyarət etməlidir. Mən burada eyni zamanda təklif edirəm ki, Cəlilabad rayon icra hakimiyyətinə bu ərazi çox əlverişli ərazidir. 1941-1945-ci ilin xatirə barelefi qalmaqla buranın şəhidlər xiyabanı salınsın. 50-dən artıq bizim bu Göytəpə şəhərinin şəhidi var. Şəhidlərimiz üçün burada çox gözəl güşə yarada bilərik. Bu çox gözəl təklifdir. Hesab edirəm ki, rayon icra hakimiyyəti bununla bağlı adekvat addımlar atacaq və bu nöqsanların qarşısı alınacaq.